Mən günahkaram ki, kimsə 300, 400, 500 manat maaş alır. Mən tutaq ki, filan qədər. Zəhmət çəkib oxuyaydın, ali təhsil alaydın, fərqlənəydin, işlədiyin idarədə, müəssisədə yeni ideyalarla çıxış eləydin. İndi başlamışsınız artistə eləməyə. Siz bax, kimə imkan vermisiniz ki, hansı santexnikin balası, hansı fəhlənin balası, hansı tikintidə işləyən, nə bilim, avtobus şoferinin balası gəlsin prokuror olsun, müstəntiq olsun, məhkəmə hakimi olsun, nə bilim, balnitsanın qlavraçı olsun. Bütün qohumlarınızı zəynlə, yerlibazlıqla, qohumbazlıqla vəzifəyə qoymursunuz. İndi orada deyirsiniz ki, mən günahkaram ki, kimsə 300 manat alır, mən 13.000, 15.000 maaş alıram. Hansı sizin belə fəaliyyətiniz olub, hansı biliyiniz olub, hansı savadınız olub? Siz kimə gəlirsiniz ki indi? Nə qədər insan həyasız ola bilər? Heç olmasa biz bu qoyduğunuz vəziyyətlə razılaşmışıq, başımızı salmışıq aşağı, heç olmasa həyasızlıq eləməyin. Siz o Ramiz Mehdiyevdən başlamış, nə bilim, Bəylər Eyyubovdan başlamış, bütün aşağıya qədər nazirlər, deputatlar, bütün vəzifələrə öz qohumlarınızı qoymamısınız, zəynlə, qohumbazlıqla, yerlibazlıqla. İndi kimə deyirsiniz ki, sən də fəhlə olardın, özünü yaxşı göstərərdin, gələrdin, yüksək vəzifələrə çıxardın. Sizin əlinizdən imkan var ki, böyük vəzifələrə gələk çıxar, hansı kasıbın balası və o kasıbın balası, hansı ki, o 300 manat alan fəhlənin balası ət yeməli deyil, meyvə yeməli deyil. Dəfələrlə görmüşəm Araz marketdəki ata öz balasına, uşağa istədiyi meyvəni ki, uşaq göstərir, barmağı ilə göstərir, onu atası ala bilmir və göz yaşı içində o mağazadan çıxır. Siz bu cəmiyyətdə qeyri-bərabərsizliyi yaratmısınız. İndi kimi bizi hələ biz kasıb sadə xalqı günahkar çıxardırsınız.